Qaraciyərin elə bir xəstəlik növü yoxdur ki, orada qanqaldan istifadə olunmasın. Silik qovucudur. Böyrək və silik kanalları divarlarını kristal və daşlardan təmizləyir. Görmə qabiliyyətini artırır. Ağız və damar xəstəliklərinə qarşıdır. Mədə bağırsağı təmizləyir. Xalq təbabətində qanqal, ürək, oynaq xəstəlikləri, ateroskleroz, hepatit, öd daşı xəstəliyi, xolesistit, öd kisəsi iltihabı, kolit, babasil, mədə xorası, dəri xəstəlikləri, ginekoloji xəstəliklər, otit, düz bağırsaq çatları zamanı müalicəvi vasitə kimi istifadə olunur. Qanqaldan dəmləmə, yağ, müalicəvi toz hazırlayırlar. Qanqalın ən xeyirli hissəsi onun toxumlarıdır. Qanqal qaraciyər xəstəlikləri zamanı xüsusilə xeyirlidir. Qanqalın toxumları yığılır, toz halına salınır və hər gün 3-4 dəfə bir çay qaşığı olmaqla yeməkdən 20-30 dəqiqə əvvəl qəbul olunur.